Salam, hər vaxtınız xeyirli olsun. Bugün bu videomda tərtib etdiyim bəzi sualların izahatını verəcəm və ümid edirəm ki, istər MİQ və sertifikasiyaya hazırlaşan müəllimlərimiz üçün, istərsə də ki, ikinci qrup blok imtahanlarına hazırlaşan abituriyentlərimiz üçün bu video faydalı olacaq və başlamamışdan əvvəl bir şey də qeyd edim. Çalışın testin həllini ilk növbədə özünüz, yəni videonu saxlayaraq həyata keçirin. Daha sonra izahatına baxın və əlavə olaraq da qeyd götürməyi də unutmayın. Bu testlərdə bəzi qeydlərimiz olacaq, bəzi məlumatlarımız olacaq ki, bunları da qeyd şəklində götürməyinizi tövsiyə edirəm. Və başlayırıq. Uyğunluğu müəyyən edin. Və burada bizə 5 cümlə yəni göstərilib və burada birinci cümlədə Latin Amerikasında Meksika və Argentina ən çox miqrant qəbul edən ölkələrdəndir. Bəli, biz Latin Amerika ölkələrinin əhalisi haqqında ya öyrənəndə və yaxud da məlumat verəndə hər dəfə qeyd edirik və yaxud da görürük ki, orada Meksika və Argentina digər ölkələrə nisbətən daha çox miqrant qəbul edir. Ona görə də bu bizim düzgün cavabımız olacaq. İkinci, əmək haqqı aşağı olduğu üçün ona təklif edilən işdən imtina edilməsi dövrü işsizlik növüdür. Biz bilirik, yəni işsizliyin növləri var, hansılardır? Friksion, struktur və dövrü. Bundan əlavə də digər işsizlik növlərimiz var. Amma biz burada nəyə diqqət eləməliyik? Əgər bir işçi işindən imtina edirsə, yəni səbəblərə görə bu əmək haqqısı aşağı ola bilər və yaxud yaşadığı yerlə işlədiyi yer arasında, yəni məsafə çox ola bilər və sonradan artıq yorula bilər, yəni işdən imtina eləyə bilər də və işdən imtina eləyir, başqa bir iş tapana qədər arada bir işsizlik müddəti olur. Buna da biz dövrü işsizlik yox, friksion işsizlik növü adlandırırıq. Yəni buna görə də bu dövrü işsizlik növü deyil. Bunun üzərindən xətt çəkirik. 3. Fransa, İsveç və Niderlandda təbii artım sıfırdan yüksəkdir. Bəli, Avropa ölkələrində biz öyrənəndə hər zaman qeyd edirik ki, Fransa, İsveç və Niderlandda təbii artım sıfırdan yüksəkdir. Bunu qısaca olaraq baş hərfləri ilə fin olaraq da yadda saxlaya bilərsiniz. Yəni fin kodun fini belə nəzərdə saxlayın. Yəni bu saxlanılması yadda rahatdır. 4. Türyan çayın mənsəbi Ağdaş rayonunda yerləşir. Bəli, bu da bizim düzgün cavabımızdır. Yəni bunu əzbərə də yadda saxlaya bilərsiniz və yaxud da ki, xəritə üzərindən də baxaraq yadda saxlaya bilərsiniz. Yəni elə də çətin deyil. Və 5-ə baxırıq. Ən çox inzibati rayonu olan iqtisadi rayonun heç bir xarici ölkəyə çıxışı yoxdur. Deməli, biz bilirik ki, ən çox inzibati rayonu olan iqtisadi rayon hansıdır? Qarabağ iqtisadi rayonu. Qarabağ iqtisadi rayonu da ki, yəni İranla sərhədə malikdir, Füzuli rayonu vasitəsilə. Buna görə də bu bizim yanlış cavabımızdır. Burada düzgün cavabımız olacaq 1, 3, 4, yəni A variantı. Burada sizin üçün yəni qeydlər də göstərmişəm. Deməli, birimiz zaten doğru idi, 3 doğru idi və 4 doğru idi. Burada düzəliş eləmişəm. 2-yə əmək haqqı aşağı olduğu üçün ona təklif edilən işdən imtina edilməsi friksion işsizlik növüdür. Və ən çox inzibati rayonu olan iqtisadi rayon Qarabağ iqtisadi rayonudur və xarici ölkəyə çıxışı var Füzuli rayonu vasitəsilə. Növbəti testimiz yanlış olanları seçin. Və burada da yenə 5 cümlə qeyd etmişəm. Deməli, 1. Suburbanizasiya prosesində şəhərlərin dərinə inkişafı baş verir. Deməli, biz bilməliyik ki, suburbanizasiya prosesi nədir? Suburbanizasiya prosesi əhalinin şəhər mərkəzindən kənarlara doğru kök etməsi, miqrasiya etməsi belə nəzərdə tutaq. Və bu təbii ki, harda olacaq? Daha çox inkişaf etmiş ölkələrdə bu proses baş verir. Və təbii ki, bu da şəhərlərin dərinə inkişafına səbəb olur. Bu bizim düzgün cavabımız olduğuna görə biz onu götürmürük. 2. Ölkəyə daxil olan xarici işsizlərin qarşısını almaq ölkədə işsizliyin artmasına səbəb olacaq. Yəni bu necə ola bilər? Tutaq ki, bir ölkədə
tutaq ki, işsizlik hökm sürür və buraya işsizlər gəlmək istəyir, başqa bir yəni xarici vətəndaşlar, işsizlər. Bunun qarşısını alırıq və bununla da işsizlik artmış olurmu? Təbii ki, yox. Əgər biz onun qarşısını almasaydıq, həmən işsizlər ölkəyə daxil olsaydı, o zaman təbii ki, işsizliyin göstəricisi, faizi artacaq idi. Deməli, bu bizim oldu nəyimiz? Yanlışımız. Yanlış olduğuna görə götürürük. 3-ə baxırıq. Bərgüşad çayı ilə Həkəri çayının arasında Yayçı düzü yerləşir. Bəzən istər müəllimlərimiz, istər abituriyentlərimiz bu adları səhv salır. Yayçı var, yazı var məsələn. Yazı burada Bərgüşad çayı ilə Həkəri çayının arasında yerləşən düzdür, yayladır, yəni yazı yaylası. Amma Yayçı isə Naxçıvan Muxtar Respublikası ərazisində yerləşir, Yayçı düzü. Yəni buna görə də bu da bizim yanlış cavabımız olduğuna görə biz onu götürürük. 4. Qırğızistan ölkəsində nəqliyyatın aparıcı sahəsi avtomobil nəqliyyatı. Bəli, Qırğızistan dağlıq bir ölkədir. Buna görə də burada dəmir yol nəqliyyatı inkişaf etməyib və bundan əlavə olaraq da, yəni neft ehtiyatı, qaz ehtiyatı bir o qədər də çox deyil ki, məsələn, boru kəmər nəqliyyatı inkişaf eləsin. Bu da bizim doğru variantımız olduğuna görə, daha doğrusu doğru cümləmiz olduğuna görə götürmürük onu. 5. Qalakabos adaları Naska və Sakit Okean litosfer tavalarının ayrılma zonasında yerləşir. Bu adaları bilirik ki, Ekvador dövlətinə məxsusdur, amma bunların, yəni divergent sərhəddə yerləşir, ayrılma sərhəddə yerləşir, amma Naska ilə Sakit Okean yox. Naska ilə Kokos litosfer tavası. Hər iki litosfer tavası kiçik litosfer tavasıdır və yanlış olduğuna görə biz 5-i də götürürük. Burada da cavabımız oldu. Doğru cavabımız 2, 3, 5. Keçirik yadda saxlamalı məlumatlarımıza. Suburbanizasiya prosesində şəhərlərin dərin inkişafı baş verir. Bəli, ölkəyə daxil olan işsizlərin qarşısını almaq ölkədə işsizliyin artmasına səbəb olmaz. Əksinə, ölkəyə daxil olan işsizlərin qarşısını alınmazsa, ölkədə işsizliyin səviyyəsi artar. Bərgüşad çayı ilə Həkəri çayının arasında yazı düzü yerləşir. Qırğızistan ölkəsində nəqliyyatın aparıcı sahəsi avtomobil nəqliyyatıdır. Qalakabos adaları Naska və Kokos litosfer tavalarının ayrılma zonasında, yəni divergent zonada yerləşir və ölkə olaraq da Ekvador dövlətinə məxsusdur. Bu da mənim növbəti testim. Düzgün variantı tapın. Yəni burada ABŞ dövlətində olan meqalopolislər qeyd olunub. Burada Sansandır burada. Burada Kipitsdir, göllər ətrafı və burada Bosvaş. Bunların baş hərflərlə də yadda saxlaya bilərik. Yəni Bosvaşda 3-də Boston, Washington, New York, Philadelphia, Baltimore, Kipitsdə Chicago, Pittsburgh, Detroit, Cleveland, Sansanda da ki San Diego, San Francisco və Los Angelesdir. Və təbii ki, burada da çıxdaş eləsək əgər, məsələn, Philadelphia 1-də deyil, yəni A ilə B getdi. C variantında Los Angeles, San Francisco, San Diego bu düzdür. 2-də Detroit, Chicago, Pittsburgh bu düzdür. 3-də isə Cleveland aid olmalıdır 2-yə. Kipitsə bu səhvdir. D variantı San Francisco, San Diego, Los Angeles, Chicago, Cleveland, Pittsburgh bu da düzdür. Philadelphia, Washington, Baltimore düzgün cavabımız D olacaq. Y-yə də nəzər yetirək. Los Angeles, San Francisco, San Diego bunlar düzdür. Chicago, Baltimore, Pittsburgh. Burada Baltimore aid olmalıdır Bosvaşa. Clevelanddəki 2-yə aid olmalıdır Kipitsə. Bu da yanlış cavabdır. Və bugünkü videomda bu 3 testi mən sizə izahatını verdim. Növbəti videolarda daha da fərqli testlərin tərtibatını və digər məlumatları mən sizə çatdıracağam. İzlədiyinizə görə təşəkkür edirəm.